Salam qızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Bu günləri yəni yeməyi mən bişirməyəcəm, yoldaşım bişirəcək. Özü istədi ki, ocaqda bozartma edim. Mən hər keçən dəfəki videomda demişdim ki, o gün cücə ətindən özüm bişirmişdim. Bu dəfə dedim ki, bozartma ilə edim. Yoldaşım dedi ki, mən özüm edim. O sevir ocaq yeməklərini özü bişirməyi. Ona görə də bu dəfə özü etdi. Mən heç yanlarında belə durmadım. Yoldaşımla oğlum çəkdi. Yoldaşım özü bişirdi. Bu dəfə bişirməni, çəkməni onlara həvalə etdim qızlar. İnşallah bəyənərsiniz. Biz bəyəndik. Yəni videonu da bəyəndim. Heç demirəm, yanlarında durmamışdım. Yeməyin dadını da bəyəndim. Sizlər də baxarsınız, dəyər verərsiniz. Qızlar soğanı doğradı, bir lay doğradı, üzərinə biraz ət düzdü. Sonra pomidor, sonra isə bibərini düzəcək. Lay düzüb ocaqda bişirəcək. Qızlar belə deyim, ocaqda bişən yeməklə qazda bişən yeməyin dadı çox fərqli olur, çox dadlı olur. Düzdür, ocaqda bişəndən bəlkə də deyərsiniz ki, hissi gələ bilər. Ocağın hissinin iyisi gələr, amma yox qızlar. Yəni o gəlsə belə də yeməyə bir başqa bir dad verir, belə deyim. Çox gözəl dadlı olur. Mən sevdim. Sizlər necə? Sizlər də yoldaşlarınız sizə kömək edirmi? Onların əllərinin dadını, yəni dadında yemək yemisinizmi? Mən bəyəndim qızlar. Düzdür, tez bişirir. Belə ocaq yeməklərini o sevir, özü bişirməyi, ocaqda bişirməyi, manqalın üstündə, ocaqda belə bişirməyi, sac yeməkləri olsun, istər qazan yeməkləri olsun. O sevir. Ona görə də tez özü edir. İndi bu dəfə dedim ki, qoy icazə ver çəkim, paylaşım. O da sağ olsun icazə verdi. Çəkdim, sizlərlə paylaşdım qızlar. Sizlər necə? Fikirlərinizi hər birinizi yorumlarda gözləyirəm. Bilirəm, həyət evində olanlar məsələn ocaq yeməklərini bişirərlər, amma zaniya evlərində, bina evlərində çətin olar, yəni bişirmək. Bu qazanda bişirdi. Hər zaman deyirdi ki, bu qazanla da bişirmək yemək dadlı olur. Dedim, yaxşı bişir. Dadına baxarıq. Gördüm ki, həqiqətən də qızlar gözəl olur dadı. Ocaqda bişən yeməkdə bir başqa dad verir. Üzərinə də yağını tökdü. Ətdə yağlar var idi. Ona görə çox da yağ vurmadı. Yəni zövqə görə, yağ zövqə görədir. Belə deyim, ətləri də üzərindən düzdü. Ən sonda kartoşkasını düzdü ki, kartoşkası əzilməsin qızlar. Üzərindən kartoşka, mən də o günləri cücənin kartoşkalarını üzərindən düzmüşdüm. Yəni o üzərindən düzəndə yaxşı olur ki, əzilməsin. Soğanını da yenə dediyim kimi lay üzərinə tökür. Duz istiyor da zövqə görə. Çünki biber acı biber olduğu üçün istiyorda ehtiyac yoxdur. Ona görə yəni acı biberi acı çox olduğu üçün ehtiyac görmədik. Sadəcə biber vurdu. Kartoşkanı da 4 yerə bölür, üzərindən düzür. Çox dadlı oldu qızlar. Sizlər necə? Sizlər də edirsinizmi? Ən çox rayonlarda qalan qızlarımız, daha doğrusu, yəni həyət evində olanlar, rayonda olanlar belə yeməkləri daha çox bişirərlər. Ocaq yeməklərini bilirəm, başa düşürəm. Bina evlərində çətin olar. Olsun elə həyət evlərində də, həyətdə şərait olmayanda çətin olur. Ona görə yəni biraz o cəhətdən çətin olur.
Belə qızlar, bibərini də, acı bibərini də üzərinə düzdü. Yenə deyirəm, çox qarışdırmır ki, ocaqda bişəndə də, çünki əzilməsin. Kartoşkaları da əzilməsin. Bibərini də üzərindən düzdü. 1 stakana qədər də suyunu tökdü. Şirin biber də vurur. Onu da yenə lay-lay. 1 stakan da su, 1 stakandan biraz artıq su vurur. Çünki pomidor öz sokunda bişir. Ocağımız da beləcə yandı qızlar. Çox gözəl. Yəni ocağımız yandı. Hər birinizin evində belə ocağınız, yanar qazanlarınız olsun qızlar. Yanar ocağınız, üzr istəyirəm. Yanar ocağınız, qaynayan qazanlarınız olsun. Gördüyünüz kimi qızlar, ocaq da alışdırdı, qoydu ocağın üzərinə. Ağzını örtəcək və öz sokunda, öz suyunda bişəcək. Gördüyünüz kimi qızlar qaynamağa başlayır. Ocağın altını da biraz iti edib, amma yavaş-yavaş sənəcək qızlar. Gördüyünüz az közdə bişir. Əvvəlcə çox yəni alovunu artıq etdi ki, qaynara düşsün. Kartof da çox yumşaq, tez bişən kartofdur deyən qızlar çox bişir. Ona görə də kartofu çox qarışdırmağa ehtiyac yoxdur. Qızlar belə mən servis etdim, onlar bişirdilər, mən servis etdim. Sağ olun, Allah amanında qalın.